Sabahınız xeyir olsun. 16 fevral 2026-cı il tarixidir. Şaban ayının 28-ci günü, Şaban ayının sonuncu həftəsinin sonuncu birinci bazar ertəsi günüdür. Həftəmizin xeyirli uğurlu başlayıb, xeyirli uğurlu başa çatmasını arzularım. Bol vuruzu, bərəkət, sülh, əmin-amanlıq arzularım. 16 fevral günündə də təhsili ilə məşğul olan istər orta məktəb şagirdləri, orta ixtisas tələbələri, ali məktəb tələbələrinə zehin açıqlığı, iş abadlığı arzulayıram, yol açıqlığı arzulayıram, məqsədlərinə, hədəflərinə çatmalarını arzulayıram. Azərbaycan xalqı üçün və bütün dünya üçün çox əhəmiyyətli bir kadr olaraq yetişərək fəaliyyətləri ilə inkişaf etmələrini arzulayıram. Xalqımız üçün faydalı, yararlı olmalarını arzulayıram. Bununla yanaşı 16 fevral günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 16 fevral günündə kimin xəstələri var, Allahdan şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. 16 fevral günündə kimlərin ad günü, şad günü, xoş günü, xeyir günü də hər birini təbrik edirəm. Hər birinə can sağlığı, xoşbəxtlik arzularım. 16 fevral günündə də tarixi günlər vardır. 16 fevral 1916-cı ildən 1-ci Dünya Müharibəsinin gedişində Qafqaz istiqamətində hücumlarını davam etdirən Rus qoşunları Türkiyənin Erzurum yolunu işğal etdikləri gündür. 16 fevral 1918-ci ildən Rus imperiyasının dağılmasından istifadə edən Litvanın müstəqilliyini elan etdiyi gündür. 16 fevral 1933-cü ildən isə Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yugoslaviyanın Kiçik Antanta ittifaqını yaratdıkları gündür. 16 fevral 1936-cı ildə isə demək İspaniya parlamentində deməli kommunist partiyalarının yaratdıkları Xalq Cəbhəsinin qalib gəldikləri gündür. 16 fevral 1956-cı ildə isə Britaniyada ölüm hökmü ləğv edilmiş ki, bu da Avropa Şurası içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi. 16 fevral 1959-cu ildə isə Kubada baş nazir vəzifəsini demək Fidel Castro icra etməyə başlamışdır. 16 fevral 1999-cu ildə Özbəkistanın paytaxtı Daşkənddə terror nəticəsində demək 15 nəfər həlak olmuş, onlarla insan yaralandığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.